Qızartlarım deməli çubuq salat edeyim, qaynatmışam. Gördüm mayonez yoxdur dedim, yox eləyərəm. Baxın istəyirəm sizə göstərim. Deməli bir yumurta, mən mağaza yumurtası eləyirəm. Nəyə görə? Ev yumurtasından istədiyim kimi alınmır. Deməli mağaza yumurtası təxminən 200 ml qədər mən bura deməli qarğıdalı yağı ilə zeytun yağını qarışdırdım. Bunu əlavə edirəm bura. Deməli indi təxminən 1 çay qaşığı qədər limon suyu sıxıram. 1 çay qaşığı qədər limon suyu sıxıram. Qatqısız heç bir şey olmadan biraz da duz, duzu da zövqə görə, yəni baxır da kim necə sevir. Duzlu sevirsə duzlu. Əgər evdə varsa xardal əlavə edin, qaçırsa, yoxsa məndə yoxdur məsələn, biraz istiot əlavə edirəm ki, biraz acı olsun. Xardal əlavə edəndə deməli 1 çay qaşığı qədər də sirkə əlavə edirəm. Və belə bunu da başlayıram blenderla belə çırpmağa. Saxlamadan eləyin əlinizi. Baxın. Deməli, baxın, çox gözəl alınır, qəşəng mayonez alındı. Bu qarışıq içində bu istiotdur, istiotdur. Bunu xardal əlavə edəcəksiniz, yəni parçasını əlavə edəcəksiniz, olmayacaq. Sadəcə olaraq mən xardal olmadığına görə istiotdur, yəni biraz acı olsun. Ona görə belə oldu. Qarışıq ancaq çox lezzetli. Yəni qarışıq həmişə istiotdur olur. Bir də qızlar bunun içində qoyucu heç bir şey yoxdur, yəni qoyucu maddə falan. Yəni necə deyirəm, mayonezin tərkibində xardal olması da, mağazalar. O yoxdur ya, bunu yəni cəri xassəliklər, qoyucu saxlama olmasın. Bunu ancaq istifadə edirsiniz.